Salam dostlar. Biz bugün işıq dayaqları haqqında danışırıq. Bu dayaqlar haqqında nəyə video çəkirik? İndi onu izah edəcəm sizə. Çünki bu dayaqlar çox sadə görünsə də əslində belə deyil. Həm də onu müşahidə edirik ki, müştərilərimiz arasında çox vaxt bu məhsullar haqqında məlumatsızlıq var. Buna görə də qərara aldıq ki, işıq dayaqları haqqında biz video çəkək, sizinlə paylaşaq. Bu dayaqlar adətən bunları səhv salırlar ştativlərlə. Dayaqların əsas funksiyası işıqları, işıq cihazlarını daşımaqdır. Studiya şəraitində onları düz saxlamaqdır. Lakin bəzi hallarda başqa aksesuarlar da asmaq olur. Məsələn, mikrofonlar, qaytarıcılar və s. avadanlıqları asmaq mümkündür. Bunları ştativlərlə qarışdırmaq olmaz. Çünki ayaq mexanizmi fərqlidir. Ştativlərə telefon və kameralar qoyulur. Bu dayaqlara isə ancaq işıqlar qoyulur. Dayaqlar müxtəlif cür ola bilir. Onlar həm qalınlıqlarına, həmçinin də hündürlüklərinə görə və mexanizmlərinə görə fərqləndirilir bir-birindən. Məsələn, bu görmüş olduğunuz dayağın hündürlüyü cəmi 1 metr 60 santimetrdir. Bunun üstünlüyü kompakt olması, rahat daşına bilməsidir və həmçinin dar məkanlarda rahat istifadə oluna bilməsidir. Başqa bir nümunə göstərəcəm indi sizə. Bu nümunə isə 2 metrə qədər uzana bilir. Daha qalındır, daha ağır avadanlıqları bu modellə müqayisədə daşıya bilir. Eyni zamanda onların təhlükəsizlik mexanizmləri də bir-birindən fərqlənə bilir. Məsələn, görmüş olduğunuz bu modeldə yay sistemi ilə təchiz olunub. Yəni burjun dediyimiz mexanizm var ki, biz avadanlığımızı açan zaman bizim işığımız qəfil düşmür və zədə almır. Bu formada yay ilə təchiz olunub. Daha üst modellərdə isə biz vakuum sistemini görə bilirik. Bu modeldə, eyni bu modeldə olduğu kimi, bu da 2,80 m hündürlüyündədir. Bu modeldə vakuum sistemi var. Gəlin onu da göstərim sizə. Yuxarıdan nə qədər təzyiq tətbiq olunsa da, dayağın bağlanma sürəti dəyişməz olaraq qalır. Bundan başqa dayaqları bir-birindən fərqləndirən növbəti elementlərdən biri onların kilid mexanizmidir ki, kilid mexanizmləri dayağın nə qədər uzun ömürlü olduğunu bizə deyə bilər. Bu formada olan mexanizmlər adətən daha qısa müddətli ömrə sahibdir. Bu formada olanlar isə daha uzun müddətli ömrə sahibdir. Gördüyünüz kimi bu model də vakuumdan təchiz olunub. 3,80 m olan modeldir bu əlimdəki model. Bunlarda əyləc qəlbi dediyimiz sistem var ki, onun sayəsində üzərində nə qədər ağırlıq olur olsun, bu hissələr boşalmır və daha uzun ömürlüdür. Həmçinin ayaq genişliyi də təhlükəsizlik üçün çox vacibdir. Üzərinə qoyduğumuz texnika nə qədər ağır olarsa, ayaqları da bir o qədər geniş açmaqda fayda var. Ağırlıq mərkəzinə də fikir vermək lazımdır ki, mümkün qədər mərkəzdə qalsın. Ona görə də dostlar, dayaq alarkən onları hansı avadanlıq ilə, hansı texnika ilə istifadə edəcəksə, onu nəzərə almalıyıq. Məsələn, biz görə bilərik ki, işıq almaq istəyirik özümüzə. A satıcısında işıq dayaqla bir yerdə verilir, dayaq üzərində hədiyyə verilir. Amma B satıcısında verilmir. Düşünürük ki, A satıcısındakı daha yaxşı qiymətli, sərfəlidir. Lakin açanda baxırıq ki, həmin dayaq, həmin işığı daşımaq qabiliyyətində deyil. Ümumiyyətlə, belə bir qayda var ki, adətən heç bir işıq istehsalçısı dayaqları onunla bir yerdə vermir. Dayaqlar işıqlarla birlikdə gəlmir, ayrı alınır. Çünki belə qəbul olunub ki, İstənilən işıqçıda, istənilən videoqrafda, fotoqrafda, bu işlə məşğul olan peşəkarda özünün dayaqları olur. Çünki dayaqlar ömürlük istifadə olunan avadanlıqlardır. Ştativlər kimi götürülür bunlarda və siz hər ay, hər il dayaq almırsınız. Çünki bunlar yenilənmir, köhnəlmir. Əgər dözümlü və keyfiyyətli dayağınız varsa, onu uzun illər istifadə edə bilirsiniz. Bu videoda gördüyünüz və həmçinin başqa modellərlə də bağlı kanalda bizim çəkdiyimiz icmal videoları var. Aşağıda linklərini yerləşdirərək baxarsınız. Əlavə suallarınız olarsa bizə müraciət edə bilərsiniz. Sağ olun, növbəti videoda görüşərik.